Müəllim, danışırsınızsa əgər səsiniz gəlmir, yəni açmalısınız. Gəlirmi səs? Bəli, müəllim, necəsiz? Axşamınız xeyir. Hər vaxtın xeyir, təşəkkür eləyirəm, sağ olasınız. Müəllim, öncəliklə çox təşəkkür edirik bizim təklifimizi qəbul elədiyiniz üçün. Minnətdarıq. Çox şad oldu sizlə belə bir intervyu eləmə şansımız olduğu üçün. Bizim deməli sizdən soruşmalı olduğumuz bəzi mövzular var. Biz suallar hazırlamışıq bununla bağlı əvvəlcədən. İndi izninizlə oxumaq istəyirəm, bir saniyə. Buyur. Deməli, bizə deməli tapşırılan mövzu odur ki, biz hər hansı bir bölgədə, hansı ki tarixi bölgə sayılır, bu bölgədə baş verən, yəni cəmiyyət, həmin bölgədəki cəmiyyətin yığışıb bu bölgədə baş verən bir şeyə qarşı bir necə deyək, protestosu mu deyim, yoxsa yığılıb nəsə bir şeyə əngəl olması mı, bizə bu lazımdır. Biz də düşündük içəri şəhəri seçək ki, bəs məsələn bilmirəm indi onu soruşmaq istəyirik ki, sizdən belə bir hadisə olubdumu ki, içəri şəhərdə nəsə bir tutaq ki, dövlət ya da başqa bir qurumlar abidələrə zərər verməyə çalışsın ya da başqa bir şey eləməyə çalışsın, amma cəmiyyət yığılsın və buna izin verməsin ya da başqa bir belə cəmiyyətin ümumiyyətlə yığılıb gördüyü bir iş haqqında danışmalıyıq biz. Yəni bu içəri şəhər də ola bilər ya da siz əgər məsləhət görürsə başqa bir ərazidə ola bilər, amma yaxşı olardı ki, UNESCO-nun irsi siyahısına daxil olan bir ərazi olsun. Bax, deməli UNESCO-nun siyahısına daxil olan ərazilərdən içəri şəhərdə o cümlədən Şəkidəki Şəki Xan Sarayı, Şəki Xan Məscidi adlanan ərazi var ki, bura artıq qoruq elan olunub və UNESCO-nun bu mədəni mirası, o irsi siyahısına daxil edilib. Bu ikisində də bu proses baş verib. Deməli, daha öncə mən yaxında olan Şəki haqqında bildirim ki, 19-cu əsrdə Rusiya bu ərazini tutduqdan sonra burada qədim tarixi abidələr bir növ deyək ki, o tarixi itirmək üçün dağıdılırdı Rusiya imperiyası tərəfindən. Onda əhalinin ziyalı, oxumuş təbəqəsi, dünya görüşlü insanlar Şəkidə buna etiraz elədilər. Oradakı Məscidi Xan Sarayının dağıdılmasına və onun sayəsində Xan Sarayı da qorunub qalıbdı bu günə qədər. Hətta restavrasiya edildi, bir neçə dəfə bərpa edildi. İndi də yenidən, bu yaxın ərəfələrdə yenidən bərpa edilib. O cümlədən mənim də yaxın 2-3 il ərzində şahidi olduğum deməli Şəkinin yuxarı məhəlləsində Xan Məscidi deyilən qədim bir məscid yeri var. Həmin məscid də uzun müddət qapalı saxlanılmışdı. Bilirsiniz ki, deməli Rusiya işğal elədikdən sonra xüsusən Sovet dövründə dinlər yasaqlanmışdı, xüsusən İslam dini yasaqlanmışdı. Amma buna baxmayaraq insanlar həmin məscidin dağıdılmasına icazə vermədilər. Yəni hətta bunu mühafizəkarlıq adlandırdı, amma mənim zənnimcə bu Şəkidəki ziyalıların, maarifçi insanların cəmiyyətdə təsirinin üstün olmasının nəticəsində o məscid qorundu və çox bu yaxın 2-3 il ərzində deməli Heydər Əliyev fondunun dəstəyi ilə həmin qədim Xan Məscidi də, o məscidin ən azı 300 ilə qədər tarixi var idi. O məscid restavrasiya olundu və bugün dünya turistləri üçün açıqdır. Yəni hər kəs görə bilər. İnternetdə, məncə YouTube'da da bunu izləyə bilərsiniz. Bax, birinci bu Şəkidəki 2 tarixi abidə ilə bağlı bunu deyə bilərdim. Digəri isə içəri şəhər və 15-ci əsrə aid olan Şirvanşahlar qala divarları idi ki, mənim Bakıda universitetdə oxuduğum illərdə 81-86-cı illərdə o universitetin Filarmoniya bağı deyilən hissəsi var idi. Həmin hissədə divarın bəzi yerlərinə deyək ki, müxtəlif ticarət köşkləri yerləşdirirdilər. Yəni bu qeyri-qanuni şəkildə.
Amma məlum oldu ki, bir gün eşitdik, yəni tələbələrmi etiraz eləyiblər, deyək mədəniyyət işçiləri, bu sahənin mütəxəssisləri olanlar və adi cəmiyyətin nümayəndələri onlara dəstək veriblər. Hətta bir Mədəniyyət Nazirliyi qarşısında bir etiraz filan olmuşdu. Nəticədə oradakı köşklərin əksəriyyəti bağlanıldı, dayandırıldı. Yəni divarın bəzi zərər görmüş hissələri də sonradan restavrasiya olundu. Yəni en azı 500 il tarixi olan Şirvanşahlar Sarayının, bilirsiniz ki 11-12-ci əsrlərdə Şamaxıda zəlzələ olduğu üçün bir müddət Şirvanşahlar dövlətinin paytaxtı Bakıya köçürülmüşdü. Yəni həmin dövrün məhz 15-ci əsrin yadigarı olan o qala divarları o insanların, cəmiyyətin protestosu, etirazı sayəsində, bu ziyalı adamların, tələbələrin bu etirazı sayəsində sanki yenidən həyat qazanmış oldu. Yəni öz quruluşunu qoruyub saxladı və çox yaxın ərəfələrdə bu Sovet dövləti dağılan ərəfələr ki var idi, deməli, deyək ki 1990-cı illər, 95-ci illər həmin ərəfədə içəri şəhərin özündə, şəhərin quruluşunda müəyyən dəyişiklik edilməyə cəhd göstərilirdi. Orada sanki yeni müasir binalar filan inşa eləməyə, bu dövrdə də tələbələrin, jurnalistlərin bir etirazları oldu mətbuatda. Yəni mən də bunu izləyirdim, kəskin etirazlar oldu. O cümlədən bir imza toplama kampaniyası olmuşdu ki, mən də bu kampaniyada iştirak edənlərin birisi olaraq şəhərin qədim quruluşunun saxlanmasını tələb eləyirdik. O şəhərin 1000 ildən çox bir tarixi var ki, o küçələri çox dardır, çox əyri, dairəvi bir şəkildədir. Bunun öz memarlıq üslubu, qədim memarlıq üslubu oradakı təbii şəraitdən, ekologiyadan irəli gəlirdi. Əgər orada küçələr düzgün, paralel şəkildə olmuş olsaydı, külək əlindən o içəri şəhərdə yaşamaq mümkün deyildi. O küçələrin məhz o labirint şəkildə olmasının sayəsində küləyin bir növ qarşısı alınmış olur. Bəlkə də bir çox virusların yayılmasının, bu binaların çoxunun toz torpaq içərisində qalmasının qarşısı alınmış olur. Yəni çox qədim, amma maraqlı bir memarlıq üslubu var Bakının. Yəni həm şərq elementləri özündə saxlamış olur şəhər, həm də bu Xəzər ətrafı ərazilərdə qayalardan, o şirin daş, kirəcdən istifadə edilərək tikilmə o quruluşları bu günə qədər özünü saxlamaqdadır. Yəni mənim zənnimcə biz həmin dövr o adını çəkdiyim Şəki Xan Sarayı, Şəkidəki Xan Məscidi, o cümlədən Bakıdakı içəri şəhər və 15-ci əsrə aid olan Şirvanşahlar Saray kompleksi var, həm də onun qala divarı var. Bu cəmiyyətin aktiv müdaxiləsi, baş verənlərə etiraz eləməsi nəticəsində bu abidələr qorundu və bugün UNESCO-nun mədəni irsi siyahısına daxil olunubdur. Bəli. Müəllim, bizim sizə bir neçə sualımız var. Öncəliklə içəri şəhərdən davam etmək istəyirəm. Sualım odur ki, içəri şəhərdə icma, yəni bu insanların, həmin o etiraz edən insanlar, yəni həmin insanları narahatlığına səbəb olan vəziyyəti siz açıqladınız da. Yəni bu icma həmin problemi həll etməkdə nə dərəcədə yaradıcı idi və eksperimental idi? Qısacası birinci atdıqları addım nə oldu? Daha sonrası necə oldu və həmin insanlar buna tam olaraq istədikləri şeyə nail ola bildilərmi? Mən deyərdim ki, birinci növbədə baş verən antropogen təsirlər deyirik də, bir memarlıq abidəsi üzərində insan əli ilə dağıdıcı hərəkətləri. Bu etirazlar, bu yazılmalar xüsusən 80-ci və 90-cı illərdə bir oyanış hərəkatı başlandı. Xüsusən müstəqil jurnalistlər meydana gəldi. Artıq bildiyimiz kimi indi sosial şəbəkələr də bu işdə çox aktiv iştirak eləyirlər. Gedən proseslər dayandırıldı bu etirazların nəticəsində. Bəzən də bəzi dövlət işçilərinin deyək ki,
səhlənkarlığı və yaxud da qanundan mı deyək, sui-istifadə eləməsinin nəticəsində qədim binanın bəzi hissələri ticarət obyektlərinə, məişət obyektlərinə satıla bilirdi qeyri-qanuni şəkildə. Yəni onun tarixi əhəmiyyətinin olmadığı və sair kimi göstərilirdi və nəticədə bu dağılma prosesinin qarşısı alındı. Təbii ki, insanlar onu ilk formasına çevrilməsini istəyirdilər. Bəlkə də oranın tamam fərqli bir quruluşunu istəyirdilər, amma dağılma dayandırıldı. Qismən restavrasiya olundu. Həmin şəkildə saxlandı hələlik. Yəni hər şeyə nail olmadı icma və yaxud da bu etiraz edən insanlar, bu cəmiyyət. Amma müəyyən şeylərə nail oldular. Tam nail olmasalar da qismən buna nail oldular. Bəli. Bəs bu həmin cəmiyyət yəni belə deyək də dövlət qurumları və yaxud daha belə yuxarı təbəqələrlə çətinliklərinə məruz qalmışlarmı, yaxud onlarla birlik qurmağı bacardılarmı? Yəni bu proses necə baş verdi? Onlara dəstək oldumu hər hansı bir qurum və yaxud dövlətin özü, yoxsa cəmiyyət təkmi savaşmalı oldu bu durumdan? Mənim bildiyim qədərincə, yəni Bakıda bu işə bəzi ziyalılar da, yəni tanınmış yazıçılar, jurnalistlər də buna qoşuldular. Bu böyük ictimai xarakter aldı. Çünki Bakı mərkəz olduğu üçün orada hər şeyə tez reaksiya verildi. Və bəzi dövlət məmurları, məsələn, mənim bildiyim qədərincə bu yazarlar, yazıçılar birliyi ki var idi, mütərəqqi fikirli insanlar, onların bura qoşulması ilə bu dəstək gücləndi. Və dövlətin deyək ki, aidiyyatı qurumları sanki məcbur oldular. Bu aidiyyatı qurum da Mədəniyyət Nazirliyində tarixi abidlərin bərpası, restavrasiyası ilə məşğul olan şöbələr ki var idi. Onlar bəlkə də diqqətsiz olardılar. Lakin bu cəmiyyətin qalxması, yazıçıların, jurnalistlərin, alimlərin buna reaksiya verməsinin nəticəsində onlar bir növ məcbur oldular diqqət eləməyə və prosesi bir növ o antropogen təsirlər, dağılma prosesinin